Dekabrın 2-3-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xəritəçilik qurumlarının ikinci görüşü keçirilib. İclasın gündəliyində əsas yeri Türk Dövlətləri Təşkilatının vahid xəritəsinin hazırlanması məsələsi tutub. Türk dövlətlərinin üzv ölkələrin xəritəçiləri bugün paytaxtda Türk dövlətlərinin vahid xəritəsinin müzakirəsi üçün toplaşıblar. Məqsəd vahid koordinat sistemi, kartoqrafik standartlar və geoinformasiya bazası yaratmaqdır. Xəritəyə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Müşahidəçi ölkə qismində Macarıstan və Şimali Kipr iştirak edir. TDT ölkələrinin vahid xəritəsi yalnız sərhədləri deyil, ölkələrarası əməkdaşlığı, təhlükəsizliyi və regionun gələcək arxitekturasını da formalaşdırır. Throughout the history, our maps were drawn by the third parties. Tarix boyu bizim xəritələrimiz üçüncü tərəflər tərəfindən çəkilirdi və indi xəritələrimizi özümüz çəkməyin vaxtı gəldi. Bu böyük bir uğurdur. Çox maraqlı bir xəritə olacaq. Bu format ümumiyyətlə bizim birliyimizi göstərir. Biz bir xalqıq, bir bütünük. Vahid xəritə orta dəhlizdən tutmuş enerji logistika şəbəkələrinə qədər bütün regionu birləşdirən strateji planlaşdırma aləti kimi də dəyərləndirilir. Azərbaycan bu sahədə ilk addımı atıb. WGC-84 beynəlxalq koordinat sisteminə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına artıq başlanılıb. Və artıq xəritənin tərtibatını başlayıbdır. Gələcək illərdə də, gələcək dövrlərdə də bunun tamamlanması nəzərdə tutulur. Yəni burada Türk dövlətinə aid bütün məlumatlar, toponimlər, hidronimlər öz əksini tapacaqdır bu xəritədə. Müasir geopolitik məkanda TDT-nin vahid xəritəsinin hazırlanması tarixə töhfə, gələcəyə mirasdır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xəritə çəkmə qurumlarının növbəti iclası Qazaxıstanda baş tutacaq. Səkinə Bababəyova, Kəmran İsayev, ASTV Xəbər.